Necə eləyək? Bunun üçün ilk növbədə dinimizi gücləndirmək üçün səbəb tapmalıyıq. Nə üçün imanımızı gücləndirməyə çalışmalıyıq? Səbəb tapmalıyıq. Bugündən mən elə bilirəm ki, çox mühüm bir mövzuya başlayıram. İnşallah Allah qismət eləsin, aça bilim mövzunu, əhəmiyyəti bəlli olsun. Əhəmiyyəti bəlli olsun. Çox xahiş edirəm ki, diqqət edin və öz təkliflərinizi də yaza bilərsiniz, bildirə bilərsiniz ki, mən hansı mövzulara toxunum ki, mən də çalışaram ay ərzində o məsələləri işıqlandırım, əlbəttə bu mövzu kontekstində. Gərək dinimizin güclənməsi üçün imanımızın, dindarlıq, iman, yəni şəxsi mənada da götürsək, sonra da ictimai mənada, onun gücləndirilməsi üçün bir səbəb tapaq. Bu səbəblərdən biri axirə zaman ola bilər. Yəni, biz çətin dövrdə yaşayırıq, imamsız dövrdə, imamın qeybdə olduğu dövrdə. Buna axirə zaman deyilir bu dövrə. Biz axirə zamanda qərar tutmuşuq. Biz axirə zamandayıq deyə, axirə zamanda olmağımız səbəb olmalıdır ki, biz imanımızı və dindarlığımızı gücləndirək. Nə səbəbdən? Niyə? Çünki hədislər bizə buyurur ki, bir zaman gələcək ki, dini güclü olanlar qalacaq, qalanları yolun azacaqlar. Bir zaman gələcək, axirə zaman o zamandır ki, ancaq güclülər qalacaq. Deməli, elə bir vəziyyətdəyik ki, o tərəfi uçurumdur. Axirə zaman bu deməkdir. Hədislər buyurur ki, get-gedə imtihanlar ağırlaşacaq. Günü-gündən. Ümumiyyətlə, Əhl-i Beytin bir tövsiyəsini Ramazan ayının bugünkü günündə sizin nəzərinizə çatdırım. Əhl-i Beytin tövsiyələrindən biri budur ki, İmam Zamanın zuhurunu yaxın görün. Əhd duasında var, İnnəhum yərəvnəhu bə'idən və nərəhu qəribə. Onlar onu uzaq görür, biz isə yaxın. Əhl-i Beytin tövsiyəsidir ki, imamın zuhurunu yaxında görün. Bu, avam adamların inancı deyil, ha. Mənə çox adam qulaq asır deyə. Yəni, müxtəlif adamlar, bəlkə ki, onlar məscidə gəlməyən adamlar da var. Uzaqdan baxıb, deməsin bəzi adamlar ki, bu 5 nəfər avamın inancıdır ki, bir nəfər xilaskar gələcək, zuhur eləyəcək, dünyaya nicat verəcək. Avam inancı deyil. Bunun əsaslandırılması mümkündür, izah olunması mümkündür. Bu tarixi prosesin bir sonluğudur. O sonluğun müəyyən keyfiyyətləri, xüsusiyyətləri var və işartıları görünə bilər, görünür mənim əqidəmcə. Bəşəriyyəti qarşıda bir qızıl dövr gözləyir. Bütün peyğəmbərlər bu xəbəri verib, Quran-ı Kərimdə verib, prosesləri də təhlil eləyəndə görürsən ki, mütləq və mütləq insanlıq o istiqamətdədir. Onu görürsən. Dəqiq izləyəndə, dəqiq təhlil eləyəndə. O dövrün xüsusiyyətləri nədir, mövzumuz məhdəviyyət deyil deyə o barədə danışmayacağım. Keçmişdə söhbətlərimiz olub o mövzuda. Məhdəviyyət İmam Zamanın zuhuru 12-ci imamın gəlişi məsələsi avamlara xas inanc deyil, əvvəla bütün dinlərin gözlədiyi bir məsələdir. İkincisi də ki, onun özünün bir altında dərin fəlsəfə yatır. Bizim keçmişdə bir güc mənbəyimiz var, Kərbəladır. Gələcəkdə də bir ümid mənbəyimiz var ki, Məhdəviyyətdir. Bunu bir neçə ziyalıdan, xüsusən birindən eşitdim, yadımdadır. Dedi mənə ki, bu 2 dənə məsələ çox mühümdür. Bu məktəbin üstünlüklərindəndir. Kərbəla və onun 12-ci imamın zuhuru mövzusu, intizar mövzusu, onu gözləmək mövzusu. Asan məsələ deyil, bir xalq birini gözləyir. Gözləmək bilirsiniz nədir? Yəni, mövcud vəziyyətimlə razı deyiləm. Gözləmədə bu var. Gözləmədə təkamül var, ümid var.
Qətiləşəcəyini də bilirsən, ümidin var və bilirsən ki, o dövr bundan yaxşıdır deyəsən, özündən başlayırsan. Mövcud vəziyyətə razı olmursan, buna deyirlər intizar. İstəyən ki, gərək dəyişim mən, dəyişsin hər şey. İntizarın əsasını mövcud vəziyyətə qane olmamaq təşkil edir. Xilaskar gələcək. O gələnə qədər ələnmə olacaq, ələnəcək insanlar və güclülər qalacaq. Əlac nədir? Əlac budur ki, güclənməliyik. İmanda, dində güclənməliyik. İmanımızın güclənməsinə çalışmalıyıq. Bunun üçün ən tutarlı səbəb, ən əsaslı səbəb zuhuru yaxın görməkdir. Yəni, icazə verin bu Ramazan ayında mən həyəcan təbili çalım. Həyəcan təbili çalım ki, güclənməliyik, güclənməkdən başqa çarəmiz yoxdur. İmanımızı gücləndirməliyik. Biz zuhuru yaxın görmürük. Bizim ümidimiz yoxdur onun zuhuruna. Biz məyusuq. Hədislər vaxt təyin eləmə deyib, vaxt təyin eləmə. Demək ki, İmam Zaman filan vaxtda zuhur eləyəcək. Bunu deyib, amma yaxında gör deyib. Yaxında. Hər həftə gözlə, hər gün gözlə. Hər anda baş verə bilər. Hər saniyə baş verə bilər. Hədisdə var, kim onun zuhurunu yaxında görməsə, onun gəlişini, ürəyə qəsavət bağlayıb, qəlbi bərkiyir, ürəyə bərkiyir. Ürəyə bərkəndə nə olur adam? İbadətə hal olmaz, münacat hal olmaz, günahdan çəkinməyə gücü qalmaz, qəlbi mənəvi aləmin ləzzətini dadmaz, Qurandan faydalana bilməz, Qurana eşq bəsləməz, günaha nifrət eləməz. Bunlar qəlbin bərkiməyinin əlamətləridir. Bir adamda bu hallar varsa, qəlbi bərkiyib deməli. Niyə görə bunlar baş verib? Çünki imamının gəlişini tezliklə gözləmir, tez görmür. Hələ nə qədər var? Bu çox səhv inancdır, səhv düşüncədir. Mən sual verirəm, siz, məni dinləyən adamlar, mənə diqqətlə qulaq asın, bu sualıma cavab verin. Siz inanırsınız ki, İmam Zaman əleyhissalamın 12-ci imamın zuhuru sizin, mənim bu Ramazan ayını necə keçirməyimizdən asılıdır? Siz inanırsınız ki, o ümumbəşəri hadisə sənlə mənim Ramazan ayımın keyfiyyətinə bağlıdır? Biz buna inanmışıq. Hədislərdə var, 23-cü gecə Qədr gecəsinin səhəri günü bütün möminlərə müjdə verirlər ki, o bu il zuhur eləyəcək. Ümumiyyətlə, Ramazan ayının İmam Zaman zuhuru ilə əlaqəsi var. Əhd duası dillər oxuyun. Ramazan ayının, bax bu dua oxuyuruq, biz Allahümmə ədxil ələ əhlil kuburis surur, Allahümmə əğni kullə fəqir, Allahümmə əşbiq kullə caiq. Deyir, bütün acları doydur, bütün əsirləri azad elə, bütün xəstələrə şəfa ver. Bu bütün deməyin mənası, yəni İmam Zamanın zuhurunu gerçəkləşdirir. Bunun mənası budur, gündəlik duasının mənası budur. Yəni, mümkün deyil axı, bütün aclar doysun indiki şəraitdə, bütün yəni dünyada ədalət bərqərar olsun, bütün dünyada. Deməli, biz hər gün Ramazan ayında onun zuhurunu gözləyirik. Biz hardan bilək, keçən Ramazan aylarımız keyfiyyətsiz olub, dəlil budur ki, İmam Zaman zuhur eləməyib. Keçən Ramazan ayından bu Ramazan ayına qədər imamımız qeybdən gəlməyibsə, üzə çıxmayıbsa,
Bu onu göstərir ki, bizim Ramazan ayımız keyfiyyətsiz olur. Bu bizim başımızı aşağı salır. İnanın ki, Ramazan ayındakı halımız Allahın təqdirini dəyişə bilər. Bilmirəm, necə fəryad edeyim səsim qulaqlarımıza çatsın. Mən heç zaman heç kəsi danlamaq haqqını özümü sahib bilməmişəm. Mən heç vaxtı kiminsə ümumiyyətlə danlaq üzərində söhbətin qurulmasının tərəfdar olmamışam. Amma bəzən kisə çəkmək lazımdır bədəndən çirk çıxartmaq üçün. Bu kisəçilik işi də qoy mənim öhdəmdə olsun. Kim inanır ki, Ramazan ayında mənim halım Allahın təqdirini dəyişə bilər? Gecə olacaqdısa İmam Zamanın gəlişi, mənim orucluğum Ramazan ayındakı halım dəyişsin Allahın qərarını. Mümkündür, əlbəttə ki, mümkündür. Allahın ümumiyyətlə qərarları bizim vəziyyətimizə görə dəyişir. Biz Allahın qərarlarına müdaxilə eləyə bilirik. Biz ona görə görün, nə qədər Allah bizə dəyər verir. Biz Allahın qərarlarını dəyişə bilirik, təqdiratını, təqdirini dəyişə bilirik. Hansı oruç tutan inanır ki, aləmin müqəddəratı səndən, məndən asılıdır? Hansımız biz buna inanırıq? Şükür olsun Allah'a ki, Ramazan ayının 5-ci günündə bizim məclisimiz İmam Zamanın zikri ilə zinətləndi. Bu çox mühüm məsələdir. Bu Allahın iradəsidir. Hədislərdə var 23-cü gecə, Qədr gecəsinin səhəri bütün möminlər müjdə alacaqlar ki, İmam Zaman bu il zuhur eləyəcək, hamı eşidəcək, necə bilmirəm. Həmin ilk İmam Zaman zuhur eləyəcək, həmin ilin Ramazan ayının 23-cü gecəsinin bitən kimi səhəri nida eşidəcəklər. Niyə görə 23-cü gecə? Ona görə ki, artıq 3 Qədr gecəsi bitib, insanlar ləyaqətini göstərir Allaha, cəmaat. Bu qədər həngamədən sonra hara gəlib çatdı bu cəmiyyət? 23 gün oruc, 3 dənə Qədr gecəsi özünü təqdim edir. Keçən illərdə belə olub. Keçən illərdə biz oruç tutmuşuq. Ramazan ayı gəlib 23-ə çatıb, Allah mələklərə deyib ki, məsələn, bu il ya İmam Zaman ağa deyib, mən bunu nəqli şəkildə danışıram da ki, bu il zuhur etməyəcəksən. Niyə görə? Çünki bunlar sənin dərd və dəyən cəmaat deyil. Bu sözlər İmam Zaman ağa deyib. Hər baxıram da, bunların pik nöqtəsi zirvə Ramazan aylarıdır. Bunların 23-cü gecə budur, bunların səviyyəsi budur. Sən hələ gəlişin tezdir bunlar üçün. İndi biz bugün Ramazan ayının 5-də belə bir ümid yaransın qəlbimizdə ki, bəlkə bu il Ramazan ayının 23-i dedi ki, İmam Zamanı, gəl artıq bunlar hazırdılar, artıq yetişiblər. Bəlkə də indi kimsə mənə qulaq asır, bu nə danışır, bu nə söhbətlərdir. Çünki adamlar inanmayıb ki, varlıq aləminin, bu dünyanın müqəddəratı bizim Ramazan ayımızdakı halımıza, vəziyyətimizə bağlıdır. Buna heç məni illərdir dinləyən adamlar inanmayıb. Hardan inanıb, kim inanıb? Hanı o inamın əlamətləri? İmam Zaman zuhurunun taleyi Ramazan ayında həll olunur. Eşidirsiniz nə deyirəm? İmam Zaman əleyhissalamın zuhurunun taleyi Ramazan ayında həll olunur. İnanaq ki, bu məndən asılıdır. Hamı desin özünə ki, bu məndən asılıdır. Mənim özümü necə aparmağımdan asılıdır. Mənə qulaq asırlar. Allah bəndəsini göndərmək istəyir, salih bəndəsini 12-ci imam. Bir deyəcək, fikrin nədir? Necədir fikrin? Gəlsin ya yox? Bir deyəcək, hə, yaxşıdır, gəlsin. Belə yox.
Baxır görsün ki, sən bütün vücudunla tərəfdarsan onun gəlişinə, yoxsa yox. Belə yox, etiraz eləmirəm, yaxşı olar, eyvallah, gələr ədalətli olar dərş. Belə intizar olunur. Rəy soruşur Allah, baxır yerə, rəy soruşur. Fikrin nədir? O vaxt görsə ki, fikrin qətidir, vəssalam, başqa gözləməyə ehtiyac yoxdur. Nəyəsə gözlətməyə ehtiyac yoxdur. Məni dinləyənlərin hamısı nə qədər önəmli olduğunu bilsələr, Allah qatında Həzrət zuhur eləyər. Nə qədər önəmli olduğunu bilsələr. Bir əşi, mən hara İmam Zaman, mən kim, elə deyil vallahi. Sən baxsan filan kəs, sənin rəyin mühümdür, sənin istəyin həll edicidir. Sən gətirə bilərsən istəməyindən. Sən, mən, hamı desin məndən asılıdır, hamı desin məndən. Bizdən yox, məndən. Bəsdir məsuliyyəti atdıq onun bunun boynuna, məndən asılıdır. Şəxsən məndən, mən həll edirəm. Ümumi danışdıq, hamı fikirləşdi ki, yanımdakına aiddir. O Möhsin qiraətinin yaxşı bir misalı var, deyir ki, mən onda bildim ki, ümumi moizə cəmaata təsir eləmir, onda başa düşdüm. Gördüm, bir dəli məclisə girdi, başladı hamını təhqir eləməyə. Siz belə, siz elə görmür, siz yerindən tərpənmir. Birdən dəlinin beyni lap çöndü, birdən dedi ki, bəs səni deyirəm, ha filan kəs, sən belə, görün, durdular, hücum çəkdilər dəlinin üstünə. Əqli qüsuru olan adamı. Deyir, onda başa düşdüm ki, moizədə də deyəsən, biz beləyik, hamı yanındakına baxır. Gelirsən, sənə deyirəm, filan kəs. Hesab eləyin ki, mən buradan oturmuşam, hər birimizlə tək-tək danışıram. Hərçənd ki, mənim səlahiyyətim yoxdur buna. Mənim səlahiyyətim yoxdur. Bu sözlər hamıdan çox özümə aiddir. Vallah, Allah'ın da olsun. Amma bu söz ki, mən deyirəm, hamıdan çox özümə aiddir. Bunun bir ziyanı da var ki, qulaq asan deyir ki, mənə axı böyük adam bilir. Deyir, bu danışan belə deyirsə, onu da biz heç də. Amma mənim xahişim budur, heç kəsə baxmayın. Danışan, oxuyan, baxmayın. Özünüzlə məşğul olun, baxmayın, o necədir, bu necədir. Hamı ilə tək-tək hesab kitab aparacaq Allah. Biz istəyirik o gəlsin, sonra düzələrik də inşallah. Yox, biz yerə düzələk ki, əksinə, düzələk ki, o gəlsin. Hər birimiz düşünək bu Ramazan ayında, necə eləyim ki, daha yaxşı dindar olum? Necə eləyim? Dindarlığımın keyfiyyətini artırım. Hamı bilsin ki, bundan yaxşı ola bilərəm və olmalıyam. Hamı bilsin ki, yaxşı dindarlıq nədir ümumiyyətlə? Güclü dindarlıq nədir ümumiyyətlə? Mən belə bir iddia edirəm. O qədər asandır yaxşı dindar olmaq. O qədər asandır güclü dindar olmaq. Çox asandır. Mən bunu çox demişəm. Gəldi İmam Səccad əleyhissalamın yanına bir nəfər. Dedi ki, cəmaatdan bəzisi belə söz deyir, hətta ad da çəkdi. Dedi, vallah, mə acəbu mimmən hələk, keyfə hələk, və ləkin ə'cəbu mimmən nəca, keyfə nəca. Deyir, cəmaat belə bir söz düşüb cəmaatın dilinə. Deyirlər ki, vallah, and olsun Allaha, həlak olana təəccüblənmirik, necə həlak oldu? Nicat tapana təəccüblənirik ki, necə oldu nicat tapdı? Həzrət baxdı, İmam Səccad baxdı, dedi ki, biz Əhl-i Beyt belə demirik, bu nə sözdür? Biz Əhl-i Beyt, bəs necə deyirsiniz siz, biz belə deyirik. Vallah, mə əcəbu mimmən nəca, keyfə nəca, və ləkin ə'cəbu mimmən hələkə, keyfə hələk. Biz Əhl-i Beyt belə deyirik. Deyirik ki, bir bəndə nicat tapıbsa təəccüblü deyil. Təəccüblüsü budur ki, necə oldu, həlak oldu, buna təəccübləndirir. İki dənə fərqli baxışa baxın. Bu qədər imkan varkən nicat tapmağa, həlak olanda təəccübdən ölür. Bu qədər imkan varkən. Nicat tapmaq imkanı qat-qat həlak olmaq imkanından çoxdur.
Sonra İmam Səccad nə buyurdu? Buyurdu ki, "Lis-sa'ati rahmetillah." Allahın rəhmətinin genişliyinə görə. Allahın rəhmətini nə hesab edirsiniz siz? O necə Allahdır ki, onun köməyi ilə nicat tapmaq çətin olsun, amma həlak olmaq asan? Allahı nə zənn edirsiniz? Nədir sizin zənniniz, gözləntiniz Allah haqqında? Qiyamətdə belə bir şey soruşacaqlar. Bu qədər rəhimli Allahın ola sən həlak oldun. Görün nə qəribə sualdır bu. Bu sualın üzərində kim düşünür? Bəyəm səndən, məndən rahat əl çəkir? Ən mehriban varlıq anadır, ananın balaya məhəbbəti, onun bizə məhəbbətinin qarşılığında zərrədən kiçikdir. Ana deyir ki, qurban olum, balama nə olacaqdırsa mənə olsun, bax o ana. Buna kim iman gətirib? Hər an, hər saniyə sənin fikrində olan Allahın var. O Allah ki, səndən başqa işi gücü yoxdur, səndən başqa, səninlə məşğuldur. Günah elədin, deyir, hə, indi neyniyək? Eşitmək lazımdır. Neyniyək indi? Necə eləyək? Dur ayağa, əlindən tutum gedək. Yenə yıxıldın, büdrədin, deyir, hə, indi sənə filan köməyi göndərirəm. Gecə gündüz 24 saat səninlə məşğul olan, rəhməti səni əhatə eləyən Allahın varkən, sən həlak oldun. Belə bir qüdrətli Allah varkən, ona sığınıb dindarlıq eləmək çətin oldu. Dindarlıq çətin oldu. Həlak olanlar çox zəhmət çəkib özünü xarab eləyib. Həlak olanlar çox zəhmətə salıb özünü, bu rəhmətdən qopub, Allahın qucağından çıxıb, ağuşundan qopub. Kim həlak olubsa, onun rəhmət ağuşundan zorla qopub, qaçıb oda tərəf, cəhənnəmə tərəf. Keçmişdə demişəm bu sözləri, Allaha and olsun, çox qiymətlidir, hədislərdən, ayələrdən istifadə eləmişəm. Bilmirəm, nədənsə də həyəcanlıyam bu bəhsi danışa-danışa, çox həyəcanlıyam. Nəsə adam qəribə bir şeylər hiss eləyir, qəribə bir hallar. İnsan Ramazan ayında qəlbində müncür düşüncələr, hallar olur. Ümumiyyətlə, cəhənnəmin əzabı Allahın böyük rəhmətindən başqa heç ilə izah oluna bilməz. Cəhənnəm niyə elə ağır yerdir? Çünki rəhmət o qədər çoxdur ki, deyirlər də bu boyda rəhmətdən istifadə eləməyən elə oraya getməli. Cəhənnəm əzabının şiddəti rəhmətin genişliyi ilə şərh olunur. Rəhmət o qədər genişdir ki, o rəhmət çoxaldıqca ondan qopan adamı da nəticə bu olur ki, əzabı şiddətli olsun. Bunu başa düşmək lazım. Bunu başa düşmək lazım. Rəhmət o qədər çoxdur ki, o rəhmətdən qopub qaçan adam 100 qat artıq əzaba layiq olur. Bu təbii belə alınır. Kimsə cəhənnəmin oradakı odunun hərarətini əli ilə, işarəsi ilə artırıb azaltmır. Nə qədər bəsit düşünəcək. Kimsə qır qazanı qaynadıb temperatur müəyyən eləmir. Bu təbii halıdır insanın. Rəhmət o qədər yağış kimi yağır dayanmadan, sən ki ondan bəhrələnmirsən, elə bir hala düşürsən ki, o əzab sənin halın olur, layiq olursan. Bu təbii bir şeydir, olacaq bir şeydir. Bunu heç kəs təyin eləmir. Cəhənnəmə temperatur müəyyən eləmirlər. Cəhənnəm sənin daxili aləmindir. Rəhmətə sədd çəkən insanın daxilin aləmi başdan ayağa əzabdan ibarətdir. O əzab heç nə ilə ölçülmür. Bilsən, rəhmət çox böyüdür deyə. Deyərlər, haqq elədin sən. Rəhmət çox genişdir. Rəhmət bu qədər ikən ondan istifadə eləməmək cinayətdir. Keçmişdə bu misalı demişəm də, misal üçün. Biri var ki, müdür ağır şərtləri qoyur, səhərdən axşamacan iş tapşırır filan. Sən də deyirsən ki, mən çatdıranmədim, o da səni çıxardır işdən. Deyirsən, valla çatdıranmədim də iş çox idi.
Bir də var ki, məsələn deyim, lap sadə misallar çəkirəm də, hər gün gəlirsən, gündə deyib 3 dəfə bu kağızı götür, buradan apar qoyuram. Məsələn, gündə 3 dəfə. Buradan bu kağızı bu stoldan apar qoyur bu stoldan. Maaşın artıqlamasını verir. Gəlirsən, bir dəfə eləmirsən, 2 dəfə eləmirsən, o da deyir, ev yoxdur, eləyərsən, 5 dəfə, 10 dəfə, 100 dəfə. Deyir, axı, 3 dəfə bu kağızı buradan götürüb, ora aparmalısan. Bunu eləmirsən, ondan sonra onu sənin işdən çıxartması, hamı kəllə deyir ki, haqq oldu da sənə, sən nə danışırsan? Dindarlıq belədir, o qədər asandır ki, yolunu tapsan. O qədər imkanlar genişdir ki, eləməyəndə təbii olur ki, əzabı cəhənnəm olsun adam. Rəhmət o qədər genişdir ki, ondan qaçan əzaba, ən şiddətli əzaba layiq olur. Yüzlərlə imkandan istifadə eləmədin. Sənin qabağında yüzlərlə qapı vardı, getmədin. Bir dənə balaca pəncərə vardı, oradan çıxdın, qaçdın, getdin. Yenə də Allah düşdü dalınca, küçədən qaytardı, gətirdi. Yenə rəhmət qapılarını açdı. Bütün tərəf, hər tərəf imkan olduğu halda sən bir dənə xırda bir yer tapdın, oradan çıxdın, qaçdın. Axa, özünə qarşı, Allaha qarşı insaflı ol. İnsanın macərası bundan başqa bir şey deyil. Ona görə deyərdirsən ki, Allahümmə lə'ən filan, Allahümmə lə'ən filan. Lənətə layiqdirlər. Birdən-bir elə olmadılar. 1000 dənə rəhmət qapısı açılmışdı. Bağladılar üzlərinə. Gedib kiçik bir dəli axtardılar ki, oradan qaçsınlar. Qaçdılar, Allah yenə çağırdı. Yavaş-yavaş oldular Şimir, oldular Ömər Sərd, oldular filan kəs. Birdən-bir olmadılar. Tədricən. Ona görə cəhənnəm ağır yerdir. Çünki çox namərdlik elədilər rəhmətdən istifadə eləməyənlər.